Gəncədəki 46 saylı körpələr evi uşaq bağçası fevralın 27-sindən damsız qalıb. Dam örtüyü konstruksiyası ilə birlikdə həmin gündən küləyin atdığı yerdədir. Uşaq bağçası isə bu vəziyyətdə fəaliyyətini davam etdirir. Artıq 2 həftəyə yaxındır ki, Gəncə şəhəri 46 nömrəli körpələr evi uşaq bağçasının dam örtüyünün güclü külək nəticəsində sıradan çıxması valideynləri sözün əsl mənasında narahat edir. Onlar tezliklə aidiyyatı qurumların bağçanın dam örtüyünün təmir olunmasını istəyirlər. Bağçanın bu uçub bu vəziyyətə düşməyi bizi bir valideyn kimi, nənə kimi, ana kimi çox narahat eləyir. Uşaqlarımız qorxur. Yəni bu hamıya aşkardır ki, vəziyyət nə gündədir. Çox xahiş edirik əlaqədar orqanlardan, qurumlardan bizim bağçaya bir əncam çəksinlər, bu uçan yeri təmir eləsinlər. Uşaqlarımız qorxmadan bağçaya rahat gəlsin, getsin. 162 uşağın təlim-tərbiyə aldığı bağçanın hazırki vəziyyəti, valideynlərin narahatlığı Gəncə Daşkəsən Regional Təhsil İdarəsinə elə hadisə baş verən gündən məlumdur. İdarədən bildirildi ki, hazırda uşaq bağçası fəaliyyətini binanın digər korpusunda davam etdirir. Təmirə isə yaxın günlərdə başlanılacaq. Xaliq Qurbanlı, Fuad Quliyev, Günel Habil qızı, ASTV xəbər.